sorğuş edirəm. Axı idealdır, liderdir. Lider hər zaman nəyisə edərkən yanlış etmək qorxusudur başlayır. Xanımda məsələn biz foyada danışarkən həyəcanını yenməyə kömək edirəm. Həyəcanını yenməyə kömək edirəm ki, biz önünə yolu çıxıb nəyisə göstəririk, nəyisə danışırıq. Amma biz danışarkən nəyə üstünlük verməliyik? Hər kəsin başa düşəcəyində danışmalıyıq. Mən bugün oturum çakraları Hind fəlsəfəsindən danışım. Bunu heç kəs anlamayacaq. Mən başa düşərəm, siz danışırsınız. Amma çünki siz də o sahədə maraqlanmışsınız. Çox maraqlanıram və bunlar siz necədir? İllər ərzində var olan bir şeylərdir. Sadəcə o elmi tərəfini deyərdim ki, son vaxtlar insanlar artıq araşdırmağa başlayıblar ki, bu çakralar çox önəmlidir, çox vacibdir. Hər kəsin bilməsi lazımdır. Hər kəsin bilməsi gərəkli. Çünki enerji, biz insandan hər birimiz hərəkət edən və etməyən hər şey enerjidir. Baxın, çox gözəl bir şey dedi. Enerji, Steve Tomevar'ın dediği bir sözü var. Həyat gözünü yumarkən heç nə yoxdur. Yaratdığın hər şey sənin kainatdakı simülasyon. Yuxuya gedərkən astral səyahətə keçirsən, boyutlar arasında keçid edirsən və artıq kainatdan qopursan. Bəzən hallarda olurmu ki, yuxudan sanki elə bir qaydan düşərkən diskin bayılır. Baxın, bu bilirsiniz bizə. Bir pəncərə tullanır. Bəli, bu qorxu bilirsiniz nədir? İnsan yaradılışı kainatdan bağlantısını qoparır. Bəzən qorxur ki, bəlkə sən bu dünyada qalmaq istəmirsən. Ölüm təhlükəsi. Bəli, ölüm təhlükəsi kainatdan gəlir ki, ayrıl. Hələ vaxt deyil. Hər birimizin yaradılış sistemimizdə fərqli zamanlar var. O zaman istiqamətdə siqnal verir sənə ayrılır ki, hələ dur. Zamanı deyil, sənə siqnal götürür.